Salam, bugün sizinlə birlikdə 1-ci sinifə aid olan payız sınağını işləyək. Çalışma 1-də deyir ki, şəkillərə aid olan sözün ilk səsini boş xanada yazın. Baxırıq, birinci dəftər sözünə baxırıq. Burada dəftərin ilk səsi nədir? D, dəftər. Yazırıq bura. Maşın sözünün ilk səsi nədir? Maşın. İlk hərf M-dır, ilk səsi də M-dır. Limon sözünün ilk səsi nədir? L. Ördək sözünün ilk səsi Ö. Nar sözünün ilk səsi N. Raket sözünün ilk səsi R. Çalışma 2-də deyir ki, Sait və Samit hərfləri cədvəl üzrə qruplaşdırın. Baxırıq, indi hərflərə birinci E hərfi gəlib. E hərfi nədir? Sait. Yazırıq E-yi Saitə. B nədir? Samit. T, Samit. A, Sait. U, Sait. N, Samit. Ö, Sait. Ə, Sait. M, L, D isə Samit hərflərdir. Çalışma 3-də deyir ki, nümunəyə əsasən cədvəli tamamlayın. Sözlər veribdir. Hərflərinin sayını yazırıq. Neçə Sait, neçə Samit olduğunu yazırıq. Baxırıq maşın sözünə 1, 2, 3, 4, 5 hərf var. Neçəsi Saitdir buradan? İkisi A və I Saitdir. M, Ş, N isə Samitdir. 3 dənə də Samiti var. Baxaq məktəb sözünə 1, 2, 3, 4, 5, 6 hərfdən ibarətdir. Baxırıq burada 2 dənə Ə Saiti verilib. 2 dənə Sait var. İkisi də eyni Saitdir, amma yenə də 2 dənə Sait var. 1, 2, 3, 4 Samiti var. Bina sözünə baxırıq. Bina sözü yenə 4 hərfdən ibarətdir. 2 Saiti var, 2 Samiti var. Çanta sözündə 5 hərfdən ibarətdir. 2 Saiti var, 3 Samiti var. Çalışma 4-də isə deyir ki, sözləri hecaya ayırın. Yazırıq uşaq sözünü U, şaq. Gəmi sözünü Gə, mi. Masa sözünü Ma, sa. Telefon sözünü Te, le, fon. Lövhə sözünü Löv, hə. Liman sözünü Li, man. Ətir sözünü Ətir. Raket sözünü Ra, ket. Lampa sözünü Lam, pa. Baxaq, indi deyək ki, K səsi olan sözlərin qarşısında bu işarəni yazın. Kartofda baxırıq, kartof. K, kartof burada var. Kitab sözündə artıq Ç səsini ifadə edir. Karandaş sözündə Ç hərfi K-yı burada əvəz eləyir. Konfet sözündə yenə K-dır. Kino sözündə Ç, kəmər sözündə Ç. Komanda sözündə, klon sözündə isə K səsi ifadə olunmuşdur. Test 1-də deyir ki, hansı şəklin ilk səsi fərqlidir? Baxırıq, lalə deyil bu. Lalə, limon və banan. Baxırıq burada lalə, limon ikisi də L hərfindən başlayıb. Amma
C-da bu səsini bu ilə C-da bu hərfindən başlayıb. 2-də deyir ki, yalnız saitlər verilmiş variantı seçin. A variantında o saitdir, T samitdir. Bunu seçmirik. B variantında hamısı samitdir. C variantında isə hamısı saitdir. Verilmiş sözdə neçə hərf var? Baxırıq ki, kitablar 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə hərf var. D səsi ilə başlayan söz hansı şəklə aiddir? Baxırıq, baba bu səsi ilə başlayır. Dəvə, D səsindən başlayan budur. 5-də deyir ki, biri sait səs deyil. Baxırıq, Y samit səsdir. 6-da deyir ki, qarışıq hərflərdən hansı sözü düzəltmək olar? Baxırıq, kitab sözündə i var. Oradakı hərflərin içində i yoxdur. Təbrik sözündə də i var. Oradakı hərflərin içində i yoxdur. Məktəb sözünü düzəltmək olar. 7-də hər şəklin ilk səsini tapın. Bu yarpağınki nədir? Y. Gəmininki nədir? C. Maşınınki nədir? M. Deməli, C variantında. 8. Nöqtələrin yerinə hansı sait səs olmalıdır? Dəftər. Deməli, ə saiti. 9. Hansı hərf digərlərindən fərqlənmir? Yox, fərqlənir. Baxırıq, burada A variantında B-yi veribdir. B samitdir. B variantında D-yi verib. D samitdir. C variantında Ö verib. Ö saitdir. Ona görə bu o birislərdən fərqlənir. Hansı söz hecalara düzgün ayrılıb? Qələm. Burada A ilə in arasında tiri olmalıdır. A, I, L. C-də isə televizor. Tele yox, TL olmalıdır. 11-də çərçivədəki sözdə neçə heca var? Baxırıq. Zərifə 3 hecalıdır. 12-də sözdə neçə sait varsa o qədər də heca var. Baxırıq, 1, 2, 3 üstünə sait var. Deməli, 3 hecalıdır o söz. 12-də deyir ki, ad hecası ilə başlayan söz hansıdır? Baxırıq, addım. A variantında addım. Burada A dil olur. C-də isə adam olur. Adla başlamır. Adla addım olur. Keçək növbəti hissəyə. Növbətidə çalışma 1-də deyir ki, 3 hecalı sözlərin qarşısında bu işarəni çəkin. Xət keş 2 hecalıdır. Sual 2 hecalıdır. Tısbağa baxırıq. Tısbağa 3 saiti var. 3 hecadan ibarətdir. Kəndir sözünə 2 sait var. Deməli, 2 hecadan ibarətdir. Ailə sözünə 3 sait var. Deməli, 3 hecalıdır. Çanta 2 saitlidir. 2 hecalıdır. Təxminə sözündə 3 sait var. Deməli, bu 3 hecalıdır. Radio sözündə 3 sait var. Deməli, 3 hecalıdır. Tələ sözü 2 hecalıdır. Əli sözü 2 hecalı. Dəniz 2 hecalı. Daş isə 1 hecalıdır. Çalışma 2-də deyir ki, nöqtələrin yerinə uyğun gələn hərfi yazın. Baxırıq. Kitap olur burada. Burada da telefon. Burada da rende. Müəllim yarpaq, qələm, zürafə və çətir. Çalışma 3-də deyir ki, ilk səsi K olan sözlərin altından xətt çəkin. İlk səsi, yəni K olsun. Kuklada ilk səsi K-dır. Kran ilk səsi K-dır. Kasada K-dır. Kömbədə K-dır. Kəmərdə görürsünüz K səsini eşidirik. Kaktusda artı K səsini eşidirik. Karandaş sözündə də K səsini eşidirik. Kartof sözündə də K səsini eşidirik. Kamil, külək, köpük. Görürsünüz, içində də K səsi eşidilir. Çalışma 4-də isə deyir ki, hansı sözlər hecaya səhv ayrılıb? Nağara. Bu düzdür. Pəncərə olmalıdır. Bu səhvdir. Budaq. Bu da səhvdir. Maşın düzdür. Yumurta. Bu səhvdir artıq. Ağac olmalıdır. Bu da səhvdir. Çalışma 5-də deyir ki, sait səslərin altından qırmızı rəngli karandaşla xətt çəkin.
Deməli, sait səslərin altından qırmızı xətt çəkək. Baxaq. Y samitdir, E saitdir, C, T, F, M. Bunlar samitdir. Ə və O saitdir. L samitdir, A saitdir. Baxaq. B, D samit səslərdir. U saitdir. Burada Ç, Ç, N bunlar samitə aiddir. Ö saitdir. R samit, I saitdir. Burada bir də Ü saitdir. Keçək növbəti testə. Birdə deyir ki, K səsi ilə başlayan şəkil hansıdır? Baxırıq. Kəmər Ç-yu eşidirik burada. Kitab sözündə də Ç səsini eşidirik. Amma konfet sözündə K səsini eşidirik. Konfet. 2-də deyir ki, hansı sözdə daha çox heca var? Baxırıq, hansının içərisində sait daha çoxdursa, deməli orada heca daha çoxdur. Yardım sözündə 2 sait var. Qoçaq sözündə də 2 sait var. Radio sözündə isə 3 sait var. Ona görə radio 3 hecalıdır. Ç samitinin səslənməsinə görə biri fərqlənir. Kərpicdə Ç səsini ifadə edir. Kababda da Ç səsini ifadə edir. Amma kartofda K səsini ifadə edir. Ona görə bu o birislərdən fərqlənir. 4-də deyir ki, neçə nömrəli hərflər samitlə səslərdir. Baxırıq, 1-dəki samitdir, R. Və 3-dəki V samitdir, 1 və 3. 5-də deyir ki, hansı söz ailə ilə bağlı sözdür? Bibi, musiqi, gül. Yəqin ki, buradakı bibi sözü ailə ilə bağlıdır. 6-da hansı sözdə 3 sait var? Baxırıq ilə səbuhi sözünün içərisində Ə, U, İ saitləri 3 dənə sait var. Verilmiş şəklin adında neçə heca var? Baxırıq. T, L, fon yazdıq. Burada da hecalara ayırdıq ki, telefon sözündə 3 heca var. 8-də deyir ki, neçə söz bir hecalıdır. Baxırıq, hansının tərkibində 1 sait varsa, deməli o bir hecalıdır. Top sözündə 1 saitlidir. Sol sözü 1 hecalıdır. Çal sözü 1 hecalıdır. Bal sözü 1 hecalıdır. Deməli, 4 dənə söz bir hecalı sözdür. 9-da deyir ki, çərçivədəki hərfin kiçik qarşılığı hansıdır? Baxırıq, çərçivədə L hərfini verib və burada L-nın balaca yazılışı budur. Onda hansı söz hecaya ayrılmır? Bir saitli sözlər hecaya ayrılmır. Bu tək hecalı sözdür. Hansı sözün heca sayı çərçivədəki sözün heca sayı ilə eynidir? Baxırıq. Yar, pak. Bu 2 saitlidir. Deməli 2 hecalı söz lazımdır bizə. Baxırıq ki, burada qarış, qa 3 hecalıdır. Hə, yə, can 3 hecalıdır. Cücə sözü isə 2 hecalıdır. Ç səsi ilə başlayan söz hansıdır? Kənd sözü Ç-dır. Artıq komandir, kassa sözlərində biz K səsini eşidirik. Çalışma 1-də isə deyir ki, sözləri heca sayına görə qruplaşdırın. Bir hecalı sözləri yazırıq. Bir hecalı sözlərdən 2 hecalı sözləri ora, 3 hecalı sözləri isə bu birisi yerə yazırıq. Ətir sözünü yazırıq 2 hecalıya. Ətir, o 2 hecalıdır. Xal sözü 1 hecalıdır. Yuxu sözü 2 hecalıdır. Hasar sözü 2 hecalıdır. Kitab sözü də 2 hecalıdır. Qarabağ sözü artıq 3 hecalıdır. Dil sözü 1 hecalıdır. Nar sözü 1 hecalıdır. Burada yazmadan deyək, ailə sözü, bir də radio sözü 3 hecalıdır. Yerdə qalan toyuq, masa, elan sözləri isə 2 hecalı sözlərdir. Çalışma 2-də deyir ki, qarışıq hərflərdən sözlər düzəldin. Baxırıq 1-cidə hansı sözü düzəltmək olar? Ana sözünü yazaq, ana. Bu birisində isə ailə sözünü düzəltmək olar.
ailə. Tələ sözünü burada da tələ. Buradakı hərflərdən də kitab sözünü düzəltmək olar. Kitab. Çalışma 3-də deyir ki, uyğun hecaları birləşdirməklə sözlər düzəldin. Qaşıq olur burada. Kəmər. Güldan. Bulaq. Cücə. Kitab. Papaq. Lalə. Budaq. Çalışma 4-də də deyir ki, qarışıq sözlərdən cümlə düzəldib yazın. Baxaq indi istədi Əli dondurma. Necə olacaq? Əli dondurma istədi. Əli dondurma istədi. Baxaq, yazır bacım misal. İndi burada necə olacaq? Bacım misal yazır. Oxuyur uşaq hekayə. Uşaq hekayə oxuyur. Maşın Musa sürür. Musa maşın sürür olar burada da. Çalışma 5-də də yenə deyir ki, nöqtələrin yerinə uyğun gələn saitləri müəyyənləşdirin. Baxırıq, burada balıq ay yazsaq, balıq sözü əmələ gəlir. Kəmər, külək, çiçək, daraq, meşə. İndi keçək çalışma 1-ə. Nəqli cümlələrin qarşısında deyir, bu işarəni çəkin. Nəqli cümlə nəyə deyilirdi? Nəqli cümlə ona deyilir ki, orada sadəcə hadisə haqqında məlumat verilsin. Bir də deyir ki, səni kim xilas etdi? Artıq bu sual cümləsidir. Sual soruşur, cavab almaq məqsədindən işlədilib. Deyir, səni kim xilas etdi? O maraqlı kitab oxuyur. O maraqlı kitab oxuyur. Artıq burada məlumat verir bizə. Bizdən heç bir sual soruşmur, heç bir əmr vermir, heç bir burada hiss həyəcan yoxdur. Sadəcə burada bizə məlumat verir. Sən hardan gəlirsən? Artıq bu da sual cümləsidir. Bizdən cavab almaq istəyir. Müəllim dərsi izah edir. Görürsüz, burada da yenə bizə məlumat verir. İndi saat neçədir? Bizdən saatın neçə olduğunu soruşur artıq. Bu sualdır. Deməli, 2 dənə 4 ilə 2-dəkilər nəqli cümlədir. Çalışma 2-də deyir ki, aşağıdakı sözlərdə saitlərin altından xətt çəkin. Mürəbbə sözünə baxaq. Burada ü, ə, bir də ki, bu birisi ə saitdir. Dənizçi sözündə ə, i saitdir. Əkinçi sözündə ə, i saitdir. Hekayə sözündə a, ə saitdir. Bulud sözündə 2 dənə u saitdir. Yuva sözündə də u ilə a saitdir. Dairə sözündə a, i, ə saitdir. Badam sözündə 2 dənə a saitdir. Əmanət sözündə ə, a və yenə ə saitdir. Mətanət sözündə ə, a, ə saitdir. Nadir sözündə a və i saitdir. Kibrit sözündə də yenə 2 dənə i saitdir. Çalışma 3-də deyir ki, hər cümlədə 3 hecalı sözlərin altından xətt çəkin. Dedik ki, əgər bir sözün tərkibində 3 dənə sait varsa, deməli o söz 3 hecalıdır. Baxırıq maraqlı sözünə, kinoya sözünə. Maraqlı və kinoya sözləri 3 hecalıdır. 3 dənə sait var tərkiblərində də. Həkim xəstəyə müalicə yazdı. Həkim 2 hecalıdır. Xəstəyə artıq 3 dənə saiti var. 3 hecalıdır. 3-də deyir ki, çəmənlikdə kəpənək uçurdu. Baxırıq, kəpənək sözündə və uçurdu sözündə 3 sait var və 3 hecalı sözlərdir. Çoban qoyunları otarır. Burada da otarır sözündəki 3 hecalıdır. Çalışma 4-də deyir ki, sözləri ilk səsinə görə uyğunluğu müəyyən edin. İlk səsinə. İndi karandaş sözünə baxırıq. Hansı səsi ifadə edir? K. Karandaşı, deməli burada K səsini ifadə edir.
Kater sözü də k səsini ifadə eləyir. Kərpic sözü artıq ç səsini ifadə eləyir. Kəpənək sözü ç, küçə sözü ç, kartof sözü artıq k səsini eşidirik burada. Çalışma 5-də deyir ki, hansı cümlələrin sonunda sual işarəsi olmalıdır? Bayaq yuxarıdakı birinci çalışmada dedik ki, nəqli cümləni başa saldıq. İndi burada sual məqsədindən işlənir. Yəni cavab almaq istəyir bizdən. Birinci cümlədə deyir ki, sən hansı rəngi xoşlayırsan? Görürsünüz, burada bizdən hansı rəngi xoşladığımızı bilmək istəyir. İkincidə deyir ki, Rıza dərsini yaxşı oxuyur. Görürsünüz, burada artıq nəqli cümlədir. Bizə məlumat verir. Ana, nə bişirirsən? Artıq ananın nə bişirdiyini öyrənmək istəyir, sualdır. Vətənimi çox sevirəm. Bu da artıq nəqli cümlədir. Yəni bunun sonunda nöqtə qoyulur. Məlumat verir burada. Dünən hara getmişdin? Görürsən, hara getdiyini soruşur. Deməli, burada da sual işarəsi qoyulur. İndi keçək növbəti testdə. Test 3-də deyir ki, cümlənin sonunda hansı durğu işarəsi qoyulmur? Vergül cümlənin ortasında qoyulur. Sual cümləsinin sonunda sual işarəsi, əmr və nəqli cümlənin sonunda isə nöqtə qoyulur. Amma vergül cümlənin ortasında qoyulur. Yəni İkincidə deyir ki, verilmiş cümlələrin sonunda hansı durğu işarəsi qoyulmalıdır? Mən parkda oyun oynayıram. Görürsünüz, nəqli cümlədir. Artıq burada nöqtə qoyulacaq. 3-də deyir ki, nəqli cümlələrin sonunda hansı durğu işarəsi qoyulur? Bayaq da dedik ki, nəqli cümlənin sonunda nöqtə işarəsi qoyulur. Sual cümləsi hansıdır? Yemək çox duzludur. Burada məlumat verir. Bu gün hava soyuqdur. Burada da məlumat verir. Sən harada yaşayırsan? Görürsünüz, burada bizdən cavab istəyir. Ona görə C variantı. Hansı cümlə təhlükə bildirir? Zooparkda vəhşi heyvanlar var. Meşədə yanğın baş verdi. Uşaqlar parka getdilər. Artıq meşədə yanğın baş verdiyi təhlükəni bildirir. 6-da da deyir ki, fikri tamamlayın. Nəqli cümlə dedik, məlumat verir. 7 deyir ki, verilmiş cümlənin növünü müəyyən edin. Mən bütün qaydaları bilirəm. Görürsünüz, nəqli cümlədir. Sadəcə məlumat verir. 8-də deyir ki, hansı cümlədə daha çox söz var? Təbiəti qorumalıyıq. Burada 2 dənə söz var. Mən kitab oxuyuram. 3 dənə söz var. Sən saat neçədə gələcəksən? Burada artıq 4 dənə söz var. Deməli, C variantı. 9-a deyir ki, hansı cümlə doğrudur? Qoyunlar çəmənlikdə otlayırdılar. Ardıcıllıqla hərəsi öz yerində, sözlərin hərəsi öz yerində verilib. Qoyunlar çəmənlikdə otlayırdılar. Gəldi uşaqlar həyətdən. Artıq gəldi xəbərdir, fe'l. Cümlənin sonunda işlənməlidir xəbər. Uşaqlar həyətdən gəldi olmalıdır. Bizdən doğrunu istəyir. Doğru onda bizdən doğrunu istəyir. Ona görə A variantıdır. Dünən yağışlı hava idi olmalıydı burada da. Doğrunu istədiyinə görə A variantı. 10 deyir ki, biri sual cümləsi deyil. Durğu işarəsi buraxılıb. Kim dərsə hazırdır? Bu sual cümləsidir. Sabah kəndə gedəcəyəm. Artıq bu sual cümləsi deyil. C-də də həyətdə nə baş verir? Görürsünüz, burada da sualdır. Cavab soruşur bizdən. Tapşırıq 1-də deyir ki, pişiyin sağında olan əşyaları işarə edin. Artıq biz pişiyin sağında olana baxmalıyıq, öz sağımızda yox. Pişiyin sağında bunlar durub. Tapşırıq 2-də deyir ki, ardıcılığı davam edin. Deməli, yaşıl, sarı, çəhrayı rəng gəlib. Deməli, yenə yaşıl, sarı, çəhrayı, yaşıl, sarı, çəhrayı gəlməlidir. Yaşıldan sonra 2 rəng hansıdır? Sarı və çəhrayı. Deməli, bu yaşıldan sonra da ikinci sarı, üçüncü çəhrayı gəlməlidir. Yenə bura qədər tamamlanır. Yenə bura yaşıl, bura sarı, bura çəhrayı. Tapşırıq 3-də deyir ki, rənginə görə eyni olan şəkilləri dairəyə alın. Baxırıq, yağ və limon, banan sarıdır. Portağal yəqin ki, narıncı rəngdir.
Tapşırıq 4-də deyir ki, şəkillərin sayını boş xanada yazın. Neçə dənə kitab var? Baxırıq 2 dənə yerdə kitab göstərilib. Yazırıq 2. Karandaş neçə dənədir? 1, 2, 3. Neçə alma var? 2. 1, 2. 2 dənə alma var. Tapşırıq 5-də deyir ki, barmaqların sayını yazın. Baxaq birinci də 1, 2, 3, 4, 5. İkinci şəkildə artıq bir barmaq göstərir. Üçüncü şəkildə bir əlimizdə 5 barmaq var. 5, 6. Artıq burada da 3 barmağımızı göstərir. Sayırıq. Barmaqlarımızı sayırıq. Görürük 3 barmaq göstərib. Burada da 1, 2. Artıq burada da bayaq dediyimiz kimi bir əlimizdə 5 barmaq var. 5, 6, 7, 8. 8 göstərib. Burada bir əlimizdə 5 barmaq var. 2 əlimizdə isə 10 barmaq var. Burada da yenə 1, 2, 3, 4 barmaq var. Tapşırıq 6-da da deyir ki, hesablayın. 1 üstəgəl 1 eləyir 2. 2 üstəgəl 0, 2. 5 çıxaq 2, 3. 3 üstəgəl 1, 4. 4 üstəgəl 2, 6. 2 üstəgəl 3 eləyir 5. 6 çıxaq 1, 5. 6-dan 1 ədəd geri gedirik. 5 üstəgəl 2 dedikdə isə 5-i 2 dəfə artı 5-in üstünə 2 gəlirik. Sayırıq 5-dən sonra 5, 6, 7. 6-nın üstə 2 gəlirik 8. 8-dən 4 çıxırıq 4. 5-in üstə 4 gəlirik 9. 4-ün üstə 3 gəlirik 7. 9-dan 7 çıxırıq 2. 6-nın üstə 4 gələndə 10. 10-dan 5 çıxırıq 5. 7-dən 5 çıxdıq neçə? 2. 2-nin üstə 8 gəldik 10. 9-dan 3 çıxdıq 6. 8-in üstə 1 gəlirik 9. 7-dən 3 çıxırıq 4. Tapşırıq 7-də deyir ki, ardıcıllıqda olmayan ədədlər hansılardır? Baxırıq birincidə verib 2. 2-dən əvvəl nə gəlir? 1. 2-dən sonra nə gəlir? 3. Sayırıq da 1, 2, 3. 6, 7. 6-dan əvvəl gələn ədəd neçədir? 5. 3, 4. 3-dən əvvəl gələn ədəd neçədir? 2. 8-in indi 8-dən əvvəl hansı ədəd gəlir? 7. Sonra hansı ədəd gəlir? 9. 5-dən sonra gələn 2 dənə ədədi yazırıq. 6, 7. 9-dan əvvəlki 2 ədədi yazaq. Geri gedək. 9-dan geri gedir. 9, 8, 7. Deyir, verilən saylara əsasən xanaları rəngləyin. Baxaq. 1, 2, 3, 4, 5 deməli bu xana burada 5 dənə rəngi rəngləməliyik. Burada da artıq üzərində 5 var idi. Üçünü də bu xanadan rənglədikdə alınır 8. Burada da bu üçünü rəngləməliyik. Burada da bayaqki kimi üzərində 5 var idi. Birini də buradan rəngləsək 6 eləyir. Burada da 4-ünü rəngləyirik. Burada da üzərində 5 var idi. 4-ünü də buradan rənglədikdə 9 eləyir. Tapşırıq 9-da deyir ki, ədədləri müqayisə edin. Hansı böyükdür, kiçikdir, bərabərdir, onu yazaq. Baxırıq, 1 3-dən kiçikdir. 6 6-ya bərabərdir. 5 4-dən böyük ədəddir. 3 2-dən böyük ədəddir. 9 8-dən böyük ədəddir. 7 5-dən böyük ədəddir. 6 4-dən böyük ədəddir. 2 ilə 2 bərabərdir. 10 3-dən böyük ədəddir. 8 9-dan kiçik ədəddir. 9 9-a bərabərdir. 5 7-dən kiçik ədəddir. 4 2-dən böyük ədəddir. 4 karandaşmı çoxdur, 2 karandaşmı? Əlbəttə ki, 4 olan daha böyükdür. 1 8-dən kiçikdir.
5 3-dən böyükdür, 6 ondan kiçikdir. Keçək növbətiyə. Test 1-də deyir ki, 5-dən kiçik olan ədədlər hansılardır? Baxırıq 5-dən geridə hansı ədədlər var? 6, 7 5-dən sonra gəlir. 4 5-dən əvvəl gəlir, amma 8 sonra gəldiyinə görə onu götürə bilmərik. Baxırıq B variantında 1, 2 5-dən əvvəl gələn ədədlərdir. 2-də deyir ki, hansı müqayisə doğrudur? Burada baxırıq 6 6-ya bərabər olmalıdır. 8 9-dan kiçikdir. Bu düzdür. Artıq burada böyük işarəsi olmalıdır. 5 4-dən böyükdür. 3-də deyir ki, boş xanada hansı müqayisə işarəsi olacaq? Baxırıq 9 8-dən nədir? Böyükdür. Hansı misalın cavabı çərçivədə verilmiş ədədə bərabər? 9-dan 8 çıxırıq. Neçə eləyir? Birinciyi hesablayıb hamısının qarşısında yazaq. Görək hansı bərabərdir. 9-dan 8 çıxdıq 1. 4-ün üstə 3 gəldik 7. Ondan 4 çıxdıq 6. Deməli B variantında 4 üstə gəl 3 7 eləyir. Hansı şəkildəki pişik masanın altındadır? Baxırıq. A-da masanın üstündədir. B-də masanın yanındadır. C-də isə masanın altındadır. 6-da da deyir ki, ardıcıllığı pozan ədəd hansıdır? Baxırıq. 4 5 artıq 6 gəlməlidir. 7 yox. 7 ilə 5-in arasında 6 gəlməlidir. 7 ardıcıllığı pozdu. 7-də də deyir ki, 6 ədədi 8-dən kiçikdir. Düzdür, 6 ədədi 8-dən kiçikdir. Bu işarə deyir aşağıdakılardan hansındadır? 6 kiçikdir 8-dən. 8-də deyir ki, abaqdakı ədəd hansı ədəddən böyükdür? Baxırıq, abaqda hansı ədəd verilib sayırıq? 1, 2, 3, 4, 5, 6. Abaqda 6 verilib. Bu 6 hansı ədəddən böyükdür? Baxırıq, 6 6-ya bərabərdir. Bu deyil. 7-dən kiçikdir. Bu deyil. Deməli, 6 4-dən böyükdür. 9-a baxırıq. Cavabı səhv olan misalı seçin. Elə A variantında baxırıq. 4-ün üstə 5 gəlirik, 9 eləyir. Deməli, A variantı səhvdir. 8-dən 5 çıxırıq 3, 3-ün üstə 4 gəlirik 7. Onda deyir ki, ardıcıllıqda hansı ədədlər olmalıdır? 7-dən əvvəl hansı ədəd gəlir? 6. 7 ilə 9-un arasında hansı ədəd yerləşir? 8. Deməli, C variantı 6 və 8. 11-də deyir ki, müqayisədə boş xanada hansı ədəd ola bilər? Baxırıq, 5 ola bilməz, 5 olsa bərabər olar. 8 və 10 ola bilməz, çünki 8 və 10 5-dən böyük ədədlərdir. 3 və 4 5-dən kiçik ədədlərdir. 5 bu iki ədəddən böyükdür. 12-də deyir ki, verilmiş ədəd haqqında doğru fikri seçin. 6 ədədi verilib, deyir ki, 5-dən kiçikdir. Xeyr, 6 5-dən böyükdür. 3-dən 3 addım öndədir, düzdür. 3-ün üzərinə 3 gəldikdə 6 eləyir, 3 addım öndədir. 8-dən böyükdür, xeyr, 8-dən kiçikdir. B variantı. Növbəti hissədə deyir ki, ədəd oxunda 4, 6, 9 ədədlərinin yerini göstərin. Burada 0-ı özləri verib biz baxırıq. 1, 2, 3, artıq bura 4. Saya-saya gedirik. 5, 6 buradır. 7, 8, 9 buradır. Saya-saya getdikdə hamısının yeri məlum olur. 7-dən 3 addım sağdakı ədədi göstərin. 7 buradır. 7-dən 3 addım sağdakı. 2, 3. 7-dən 3 addım sağdakı ədəd 10-dur. 2 ilə 6-nın arasında yerləşən ədədləri göstərin. Baxırıq, 2 buradadır, 6 da buradadır. Arasında yerləşən ədədlər 3, 4, 5. Tapşırıq 2-də deyir ki, misalları ədəd oxunun köməyi ilə yazın. 4-dən 3 çıxılıb. Baxırıq, 4-dən çıxırıq 3-ü. 1, 2, 3. 4-dən 3 çıxdıq. Gəldi hansı ədədin üzərində durdu? 1-in. 6 üstə gəl 2. Baxırıq, 6 buradadır. 1, 2. Neçə elədi? 8 gəldi. 8-in üzərində durdu. 8-dən 5-ini çıxaq indi. 1, 2, 3, 4, 5. 5-ni çıx dedikdə 8-dən başlayırıq. Geri gedə-gedə gedirik. Gəlib hansı ədədin üzərində durursa, deməli cavab o ədəddir. Cavabımız 3. 3-ün üstə 4 gəlirik. Gələk indi 3 budur. 1, 2, 3,
4. 3-ün üzərinə 4 gələndə deməli 7 eləyir. Tapşırıq 3-də deyir ki, ifadələrə uyğun ədədi müəyyən edin. 8-dən bir addım irəlidəki ədədi tapın. 8-dən bir addım irəli deyir. Deməli 8-in üzərinə 1 gəlirik 9. 7-dən 2 addım geridəki ədəd dedikdə 7-dən 2-sini çıxdıqda neçə eləyir? 5. 6 ilə 8 arasında neçə yerləşir? 6 ilə 8-in arasında 6, 7, 8, 7. 5-dən bir addım geridə neçə yerləşir? 5-dən 1 çıxırıq 4, bir addım geridəki 4-dür. 4-dən 2 addım sağda neçə yerləşir? 4-dən 2 addım sağda 6, 4-ün üstə gəlirik 6. Tapşırıq 4-də deyir ki, sıradakı sağdan ikinci şəkil hansıdır? Sağdan ikinci, birinci yəqin ki budur. İkinci şəkil karandaş, sağdan bu tərəfdən sağdan. Yoxsa bizim sağımızdan mı deyir? Baxırıq sağ bu tərəfdə birinci budur. İkinci isə budur. Sağdan ikinci ədəd deyir. Uşaq. Test 2-də birinci sualda deyir ki, Fərid 3 ulduz, Əli 4 ulduz saydı. Onlar cəmi neçə ulduz saydı? Yazırıq 3, üstə gəl 4, bərabərdir 7. Deməli, onlar birlikdə 7 ulduz sayıblar. 2-də deyir ki, ədəd üçlüyündə boş xanada neçə olmalıdır? 7-dir. 7-dən 6-nı çıxdıqda neçə eləyir? 1. Yəni, bununla bunu toplayanda, 1 ilə 6-nı toplayanda buradakı ədəd alınmalıdır. 3-də deyir ki, 6 ilə 10 ədədi arasında hansı ədədlər yerləşir? Baxırıq, 6-dan sonra sayırıq 7, 8, 9. Hansı müqayisə doğru deyil? Baxırıq, 7 6-dan böyükdür, düzdür. 8 9-a bərabər deyil, bu səhvdir. 5-də deyir ki, 4-dən 3 addım əvvəlki ədəd hansıdır? 4-dən 3 addım əvvəlki ədəd, 4-dən 3 addım geri gedirik. 4-dən 3 çıxırıq. 1. Ədəd oxunda verilməyən ədədləri toplayın. Baxırıq, 1, 2, 3, 4 verilməyib və 6 verilməyib. 4 üstə gəl 6 bərabərdir 10. 7-də deyir ki, boş xanada hansı müqayisə işarəsi olmalıdır? Baxırıq, birinci toplayaq, çıxaq misallarımızı. 4-ün üstə 2 gəlirik, 2-nin üstə 2 gəlirik 4, 6-dan 3 çıxırıq 3. Deməli, 4 3-dən böyükdür. 8-də deyir ki, hansı ədəd üçlüyü səhvdir? Baxırıq, 3-ün üstənə 7 gələndə 4 eləmir. Deməli, A səhvdir. 2-nin üstə 3 gəlirik 5, 6-ın üstə 1 gəlirik 7. Burada üstə gəlmədi. 9-da deyir ki, verilmiş misalın cavabı hansı misalın cavabı ilə eynidir? 2-nin üstə 8 gəlirik eləyir 10. Burada A variantında elə 5-in üstə 5 gəlirik eləyir 10. Burada 4-ün üstə 4 gəldikdə 8, 6-ın üstə 3 gəldikdə isə 9 eləyir. Deməli, cavabımız A variantı. Onda deyir ki, abaqdakı ədədlərin müqayisəsi hansı variantda düzgün verilir? Baxaq, sayaq birinci yaşıl rənglini. 1, 2, 3, 4, 5. Birincidə yaşıl rəng 5-dir. 1, 2, 3, 4, 5, 6, 7. İkincidə isə 7. Mavi rəng isə 7-dir. Deməli, 5 7-dən kiçikdir. Burada da C variantı düzgündür. 11-də deyir ki, boş xanada hansı müqayisə işarəsi olmalıdır? Burada 4 verilib, burada da 8-dən 4 çıxırıq, 4 deməli bərabərdir bir-birlərinə. 4 və 4 bir-birinə bərabərdir. 12-də deyir ki, hansı misalın cavabı düzgün deyil? 4-ün üstə 5 gəlirik, 9 düzdür. Ondan 8 çıxanda eləyir 2. Bunun cavabı səhvdir. Tapşırıq 1-də deyir ki, məsələləri həll edin. Kərim 2 dondurma, Rıza 4 dondurma yedi. Rıza Kərimdən neçə dənə çox dondurma yedi? Deməli, 4-dən aralarındakı fərqi tapmaq üçün 4-dən çıxırıq 2-ni, bərabərdir 2. Deməli, Rıza Kərimdən 2 dənə çox dondurma, artıq dondurma yeyibdir. 2-də deyir ki, akvaryumda 5 dənə sarı balıq.
3 mavi balıq var. Akvaryumda cəmi neçə balıq var? 5 üstə gəl 3 bərabərdir 8 dənə balıq var imiş. Tapşırıqda deyir ki, ədəd üçlüyünü tamamlayın. Burada buranı tapmaq üçün 6-dan 2-ni çıxdıqda neçə eləyir? 4. 7-dən 4 çıxdıqda neçə eləyir? 3. Yəni bu ikisini burada bura toplama işarəsidir. Bura isə çıxmadı. Bu iki yer çıxmadı. 8-dən 5-i çıxırıq 3. 9-dan 6-nı çıxırıq 3. 10-dan 7 çıxırıq 3. Burada artıq toplamalıyıq. 2-nin üzərinə 3 gəldikdə neçə eləyir? 5. Yazırıq 5. 6-nın üzərinə 4 gəldikdə eləyir 10. 8-in üstə 1 gəldikdə 9. 4-ün üstə 3 gəldikdə 7. 3-ün üstə 2 gəldikdə 5. Tapşırıq 3-də deyir ki, sırada dayanan heyvanların sıra nömrəsini suallara əsasən yazın. Zürafə soldan neçəncidir? Soldan birinci. Dovşan sağdan neçəncidir? Baxırıq. 1, 2, 3, 4. Sağdan dördüncüdür. Meymun soldan neçəncidir? Baxırıq. 1, 2, 3, 4. Soldan dördüncüdür. Pələng sağdan neçəncidir? Sağdan bayaq saydıq. 1, 2, ikinci. Ayı soldan neçəncidir? Ayı da soldan bax. 1, 2, ikincidir. Dovşan soldan neçəncidir? 1, 2, üçüncü. İt soldan neçəncidir? İt soldan birincidir. Tapşırıq 4-də deyir ki, cavabları misallarla birləşdirin. İndi baxaq, 3-ün üstə 3 gəldikdə neçə eləyir? 6. 7-dən 4 çıxdıqda eləyir 3. 5-in üstə 5 gəldikdə eləyir 10. 7-dən 2 çıxdıqda 5. 10-dan 7 çıxırıq eləyir 3. 1-in üstə 9 gəlirik eləyir 10. 3-ün üstə 4 gəlirik 7. 6-dan 4 çıxırıq 2. Keçək növbəti hissəyə. Burada deyir ki, test 3-də deyir ki, 7-dən kiçik olan ədədlər hansılardır? Baxırıq A variantında 7 7-yə bərabərdir. 8 10 7-dən böyükdür. 3 2 1 isə 7-dən kiçikdir. 2-də deyir ki, boşxanaya uyğun gələn ədədlərin cəmi neçədir? 4-dən əvvəl hansı gəlir? 3. 6 ilə 8-in arasında hansı ədəd yerləşir? 7. 7 ilə 3-ün cəmi 10. Yəni 7 üstə gəl 3, 10. 3-də deyir ki, artan sıra ilə verilmiş ardıcıllıq hansıdır? Artan sıra odur ki, kiçikdən böyüyə doğru arta getsin. 3, 4, 5. Burada arta gedib. Hansı müqayisə doğrudur? Baxaq, burada A variantında 1, 2, 3, 4, 5, 5 bərabərdir 5-ə. İkisində də 5 verilib. Burada B variantında 1, 2, 3, 4, 5, 6, 7, 7 və 8 verilib. Burada da bu səhvdir. Bu doğru dediyinə görə A variantı 5, 5-ə bərabərdir. 5-də deyir ki, ardıcıllıqda hansı fiqur olmalıdır? Baxırıq, dairə, üçbucaq, kvadrat verilib. Yenə hansı gələcək? Dairə. Dairə, üçbucaq, kvadrat. Dairə, üçbucaq, kvadrat bu ardıcıllıqla gedir. 6-da da deyir ki, cavabı səhv olan misal hansıdır? 9-dan 7-ni çıxırıq 2, bu düzdür. 8-dən 5 çıxırıq 3, deməli bu səhvdir. 7 deyir ki, hansı variant 6 ədədini ifadə edir? 4-dən 3 addım irəli. 4-dən 3 addım irəli artıq bu 7-dir. 2 ilə 5-in cəmi, bu da 7-dir. 3-dən 3 vahid böyük 6-dır. Deməli C variantı. 8-də deyir ki, azalan sıra hansıdır? Azalan sıra odur ki, böyükdən kiçiyə doğru artıq azala getsin, aşağı düşsün. Baxırıq 7, 6, 5 geri gedir, azalır. 9-da deyir ki, Rızanın sağındakı ədədlərin cəmi neçədir? Rızanın sağı artıq buradır. Sağındakı ədədlərin cəmi 10. 3-ün üstə 7 gəlirik 10. 10-da deyir ki, cavabı 6-dan kiçik olan misal hansıdır? 8-dən 4 çıxırıq 4. Deməli, cavabı 6-dan kiçikdir.
2 üstə 5 gəlirik 7, 6-dan böyükdür. 3 üstə 3 gəlirik 6-ya bərabərdir. 11-də deyir ki, hansı misalın cavabı ən kiçikdir? 8-dən 3 çıxdıq, 5 elədi. 7-dən 1 çıxdıq, 2 elədi. 9-dan 6 çıxdıq, 3 elədi. Bizə də ən kiçik dediyinə görə bunu götürürük. 12-də də deyir ki, 4 ədədinin sağında və solunda yerləşən ədədlərin cəmi neçədir? 4-ün bir tərəfində 5 yerləşir, bir tərəfində 3 yerləşir. 5-in üstə 3 gəldikdə isə 8 eləyir. Testimiz bura qədər idi. Bu günlük bu qədər. Hələlik.